Mən üzr istəyirəm. Bax, mənim övladlarım futbolla məşğuldurlar. Bir dənə WhatsApp işlədirlər. Çünki mən onların əlaqədəyəm. Futboldan çıxanda götürürəm və ya maşın gətirir. Mənim bir dəfə böyük oğlum Ronaldo'nun pərəstişkarıdır. Bu adam futbolla yatıb futbolla durur. Dərslərindən əlavə. Bir dəfə gördüm ki, futbolçular kimi özü də 11-ci sinifdə oxuyur. Belə futbolçular arada belə bir şəkil çəkdirirlər. Əllərini qoyub belə bir şəkil. Belə bir şəkil qoyub WhatsApp-ına birbaşa. Mən ona bir dəfə tapşırdım ki, sənin mən bir də belə bir şəklini görsəm, sənin ümumiyyətlə WhatsApp-ına da məhdudiyyət qoyacağam. Sən elə WhatsApp-sız qalacaqsan. Yəni, valideyn nədən ötərdi? Mən evdə hər gün xanıma tapşırıram. Mənim indi başım qarışıqda çöldə çörək qazanıram, övladlarımızı dolandırıram. Hər gün deyirəm, övladlarımızın telefonundan məşğul ol. Niyə? Belə şəkil qoyanda nə olur ki? Yox, sadəcə onun cavabını bilmək istəyirəm. Niyə? Çox üzr istəyirəm, o bu cür şəkil çəkdirsin. Nə olacaq ki onda? 50 yaşında çəkdirəcək. Yəni, şəkil mənasında demirəm. Hanım qız, qoy 50 yaşında çəkdir. Mən nəyin tərəfdarıyam? Mən nəyin Bircə dəqiqə, yeniyetməliyini də uşaqlar normal keçirməlidir ki, sonra 50-60 yaşında, 40-dan sonra. Bilirsiniz, Azərbaycanda nə qədər 40-50 yaşında yeniyetmə kişilər var. Rəvayət də olsa mən bir söz deyim. Yeniyetmə kişilər 40-50 yaşında, maraqlıdır. Newton bir gün tozluqda uşaqlarla oynayırmış. Amma əqli uşaqlıqdan böyük inkişaf eləmişmiş.